Salam, hörmətli kanal izləyicilərimiz. Gün Əsrən Masadır qəsəbəsində həm Sumqayıt yoluna yaxın, həm Zeynal marketə, həm 2-ci Araz marketə yaxın. Bax, belə bir gözəl bir şəxsi tikili bağı bağçası olan alt sotdan çox torpaq sahəsinin üzərində inşa olunmuş. Bax, 2 bərtəməz bax budur. İrələn dəqiqələrdə mən size göstərəcəm. 5 otaqdan ibarətdir, şəxsi tikilidir. Hal-hazırda mən birinci növbədə mən size həyətyan sahəsindən tanışdım. Bu da ki, nanə cövhərdir maşallah. Həyətdə hər şey var. Meyvə ağaclarıdır, nanə, zat, nə tutun vardı burada maşallah. Dekorativ ağaclardan tutmuş, ta ki meyvə ağaclarında ki mövcud hörmətli kanal izləyicilərimiz. Bax, görə bilərsiniz. Yerləşmə yeri çox super yerdədir. Hatırladım. Burada əlavə bir dənə də tikintisi burada var, onu göstərəcəm sizə. Hatırladım ki, bu evimizin yiyəsi, yəni Bakıda deyil. Həqiqətən də Bakıda deyil. Burada bax. Əlavə sanatar qoşağı burada var. Buradan elə bu uzunluğundur. Bax bu tikildir. Bax bu evimizə aiddir. 2 mərtəbə, 5 otaqlı evimiz bax. O evdir. Bax bu gördüyünüz bütün bu torpaq sahəsi bu evimizə aid hörmətli kanal izləyicilərimiz. Qazı, su, işıq, kupçası var hörmətli kanal izləyicilərimiz. Bax burada gavaldan tutmuşlar. Nə düşün ağacı var da burada maşallah maşallah. Dəmir düzüdür. Burada yaşamırlar. Yəni bir tör-töküntü ola bilər. Həyəti əl gəzdirmək lazımdır. Yəni bu xırdapara şeylər hamısı tullanmalıdır. Dəmir tullanmalıdır. Amma qiymətdən xəbər yoxdur hörmətli kanal. Gilas ağacına bax maşallah maşallah. Neçə gilas ağacı baxılmır prosedürünə, bir tərəfi quruyub. Çox gözəl, çox sərfəli bir qiymətə, torpaq qiymətindən aşağı satılır. 5 otaqlı evimiz 120.000 manata. Bax belə bir gözəl bir həyətyan sahəsinə malik olan yer cəhətdən çox gözəl yerdə yerləşir. Palm ağaclarıdır. O belə digər palm ağaclarıdır. Vişne ağacına bax maşallah maşallah görünən boydadır. Həyətyan sahəsi ilə də mən tanış edim. Bax darvası bax buradan hörmətli kanal izləyicilərimiz. Birbaşa darvası buradadır. Evimizin fasad görünüşü bax bu formadadır. Görə bilər hörmətli kanal izləyicilərimiz. Yerləşmə yeri küçəsi enlidir. Maşının ağzı 3 dənə maşın saxla. Yəni narahatçılıqlardan bir şey yoxdur. Burada su şotsuz qaz, işıq hamısı var. Hazır vəziyyətdədir. Kladovkası var. Daxil olaq evimizin içinə. Evimiz bir də xatırladım 5 otaqdan ibarətdir. Düzdür, bir tör-töküntü ola bilər, amma remontuna ehtiyac yoxdur. Bir dənə polla laminat vurulacaq. Burada birinci mərtəbəyə aid olan sanitar qoşağıdır. Görə bilərsiniz hörmətli kanalım. Qaz, su, işıq, avtomatlar, zatlar hamısı burada hazır vəziyyətdədir. Və birinci mərtəbəsində solda evimizin mətbəxidir. Bax, görə bilərsiniz, mətbəxin də pəncərəsi birbaşa öz həyətinə, qapısına baxır, kombi sistemi var, işləh vəziyyətdədir. Və burada isə sağ tərəfdə qonaq otağı və ikinci mərtəbədə isə ümumiyyətlə 4 dənə də otaq oradadır, yataq otaqlardır. Bax, belə bir evimizin qonaq otağı da burada mövcuddur. Boylar zatlar qəşəngdir, söz yox, bir dənə yerinə laminat lazımdır. Bax, buradan da pəncərəsi